Salam əziz, dəyərli, gözəl izləyicilər. Bugün sizə dilək proqnozunu bildirmək istəyirəm. Bu iki fincandan birinin diləyini seçin. Birinci fincan, ikinci fincan əzizlərim. Allah bütün diləklərinizi yerinə yetirsin. Nə arzulayırsınızsa bütün arzularınız asanlıqla, gözəlliklərlə həyata keçsin. Bütün ağrı, acı, çətinlikləri, nə çətinlikləriniz varsa hamısını geridə qoyasınız əzizlərim. Heç bir çətinlik olmasın. Birinci fincanla başlayaq əzizlərim. Niyyətiniz qəbul olsun. Həyatınıza günəş doğsun. Nə qaranlıqlarınız, nə çətinlikləriniz varsa hamısını geridə qoyasınız əzizlərim. Əziz izləyicilər, bax, ayın deyərdim ilk yarısına çıxan fürsətlər biraz bulanıqlıq ola bilər sizlər üçün. Yəni, qərarlarınızı ayın ikinci yarısına buraxmağınız sizin xeyrinizə ola biləcək. Biraz tələsməyin. Bəziləriniz hər bir iş üçün tez tələsirsiniz. Sevgi duyğularınız var. Yəni, sevgini duyğuyla deyil, bir dönüşümlə yaşaya biləcəksiniz. Bax, qarşı tərəfin də zəif nöqtəsilə üzləşə bilərsiniz. Sevgi sadəcə sizlər üçün gülmək, qucaqlaşmaq, öpüb danışmaq, yəni bu deyil sizlər üçün. Birlikdə qırılmaq, birlikdə düzəlməyi bacarmaqdır sizlər üçün. Bəziləriniz inanın ki, böhrandan doğan bir günəşsiniz. Sevginiz təkcə isti deyil, həm də güclüdür. Hər şeyi təmir etmək üçün elə bir gücünüz var. Bəzinizdə həyatınızda yeni bir sistem qurmaq istəyəcəksiniz. Sağlam bir sistem qurmaq istəyirsiniz. Bir boşluğu doldurursunuz. Bax, fincanı seçənlər öz içinizdəki boşluğu görməzdən gəlirsiniz. Biraz özünüzə də vaxt ayırın, zaman ayırın. İşdə işləriniz çoxala bilər, hər işin öhdəsindən gələ biləcəksiniz. Arada ola bilər sevgi bitə bilər, ailədə bir söz-söhbət olub bitə bilər. Lakin hər şey yavaş-yavaş gözəlliklə gedəcək inşallah ki. Gözəlliyi çünki özünüzə çəkə biləcəksiniz, güclüsünüz. Ailə içində biriləri əlil olan biriləridir, bəlkə də valideynindir, bəlkə də biriləridir qol, ayaq bölgəsi, bel bölgəsi, bəlkə də sağlıqla bir problem, ürək qırıqlığı yaşana bilər. O, bax, əlil olan insanla və ya sağlıqla olan, problemli olan insanla ilgilənəcəksiniz. Bax, bir sağlığınızla, bir də işləyirsinizsə rəhbərliyinizlə, biraz sakitliklə, uyumluğunla keçməlisiniz. Biraz öfkənizə hakim olmalısınız. Uzun zamandır gözlədiyim biriləri var elə bir. Və ya yarım qalan fikriniz, bir işiniz, tezləşdirdiyin bir niyyət. Bax, elə bir ki, onu tezləşdirmək niyyətinizi istəyirsiniz. Lakin Allah tərəfindən sizə səbir gəlir. Səbirli olacaqsınız. Cəsur addım atacaqsınız. Yəni, cəsur addım atmağının tam zamanını hiss edəcəksiniz. İş həyatınızda yeni bir təklif, yeni bir söhbətlər, gözləmədiyiniz bir fürsət görmək üçün, bax, cəsur olmaq qədər hazır olmağın gərəkdir əzizim. Çünki gözəl fürsətlər qarşınıza gəlir. Elə zaman gələcək ki, gözünüzü qırpmadan qərar verəcəksiniz, liderliyinizi göstərəcəksiniz. Bir vəfasızlıq gördünüz əzizlərim. Bax, özünüz çox vəfalı insansınız. Siz əzizim, bax, vəfalıla vəfasızın arasında, yəni nankor insan arasında fərq odur ki, səndən zərər görsə də, yəni qarşı tərəf səndən zərər görsə də yaxşılığı unutmaz. Yəni ürəyindəki edilən gözəllikləri silməz, silə də bilməz. Nankor insansa, yəni yaxşı insan budur. Nə qədər lap yaxşı insana pislik də etsən, deyir, nə danışsan, o mənə nə vaxtsa yaxşılıq eləyib, mən onu unuda bilmərəm. Amma nankor insansa, bir kəs qırıldısa, bütün yaxşılıqlar, yəni qırdın da bilmədin, bax, xətrinə deydin, qırdın. Bütün yaxşılıqları unudar. Sanki heç yanında olmamısan, heç ona dəstək olmamısan. Bax, belə bir insanlardır. Zehnində düşündüyün bir fikir, bir iş barəsində düşünürsünüz. Önəmli qərarlar alırsınız. Ani bir dəyişim, sevgi həyatınızda bir, yəni bir dəyişim ola bilər. Sizə duyğularını bəlli edən biriləri ola biləcək. Amma sizin zehniniz başqa yerdə,
ürəyiniz başqa yerdə, elə bir düşüncələr qarışıqdır sizdə. Bir yola çıxacaqsınız. Yola çıxaraq sizə qarşı olan duyğuları gözdən qaçıra bilərsiniz. Bəzən sadəcə dinləmək, bəzən səssizcə, yəni istədiyin insanın yanında olmaq böyük bağlar qurur sizlər üçün. Bir telefon zəngi, bir mesaj sizi elə bir həyatda xoşbəxt edə bilər. Bağlanmamış bir məsələ ürəyinizdə bir sızıltı yaradır, bir hekayə, artıq yüklərini azaltmaq zamanıdır, fikirləşirsiniz. Səmimi söhbətlər, sürprizlər, tanışlıqlarınız ola biləcək. Bax, ürəyinizi qıran, qəlbinizi qıran birilərlə aranı pozacaqsınız. Ürəyinizin içində birinin sevgisi uzun zamandır. Elə bir ürəyin dərinliyində o sevgini saxlamışsınız əzizim. Bax, ürəyin rahat ola biləcək, çox çalışırsınız. Bir tərəfdən də ortada bir şey yox, lakin üzülürsünüz. Evlilik qərarı alacaqsınız. Müalicəyə getmək istəyirsiniz, bir əməliyyat da ola bilər, şəfasını tapacaqsınız. İş həyatında bəzi əngəllər var. Öz işinizi çalışın, özünüz edin. Bax, ticarətə başlamaq istəyirsiniz. Bəziləriniz ticarətlə məşğul olmaq istəyirsiniz. Çox qəşəng gəlir, birilərlə görüşmək istəyəcəksiniz. Keçmişdən, yəni çoxdan görüşmədiyiniz, bəlkə də sinif yoldaşın, məktəb yoldaşın, institut yoldaşın ya əskər yoldaşın olmuş. Həyat yoldaşı biraz içinizdə şübhələriniz var, ailəlisinizsə. Bax, o görüşmədiyi insanla da görüşəcəksiniz. Çox çabalayırsınız, maddiyyatla əlaqəli çabalarınız var. Biraz paylaşdığınız şəxsi həyatınızda paylaşmalara biraz diqqət edin. Səyahət etmək planlarınız var, içinizdə tətil etmək istəyirsiniz, gözəl keçirmək istəyirsiniz günlərinizi, gözəl iş fikirləriniz var, beyninizdə hədiyyəniz ola biləcək birilərinə. Birilərlə aranızda bir məsafə, bir soğuqluq, bir inciklik var. Bu buzlar əriyib gedəcək. Beyninizi qarışdıran biriləri var. Yəni sizin həyatınızla oynayan biriləri var, aranı qarışdıran biriləri var. Ailədə ya sevdiyin insanla soğuqluq yaradasan deyənə, rəsmi qurumda çözə bilmədiyini çözəcəksiniz. İş yerində birilərindən diqqət edin, iş çevirir. Yəni siz onu biləcəksiniz. Kimsə sizin ayağınızı çəkən, rəhbərliyə xəbər aparan, o sizdən ona xəbər, ondan ona xəbər aparan biriləridir. Onu siz biləcəksiniz bu yaxınlarda. Bir övlad xəbəri, elə bir ki, övladın bəlkə də neçə ildir müalicə edirsiniz, müalicələr çoxdandır gedirsiniz bəlkə də. Bir övladın dünyaya gəlməsinə ortalıqda bir əngəl olmuş, həyat yoldaşı və əngəlləmişlər. Sizə qarşı bir dua yazdıra bilərlər, sizə əngəl eləyə bilərlər. Çalışın, şəxsi həyatınızı açıq şəkildə hər kəsə bildirməyin. Planınızı, layihələriniz də varsa qarşınızda heç kəsə bildirməyin əzizlərim. Ailə içində övladların bir-birinə yola getməməyi və ailədə biri-birini anlamamağı, anlaşmamazlıqlar ola bilər bu 3 ayın içində. Buna da diqqət edin. İnşallah ki, ortada olan bəzi anlaşmamazlıqlar ortadan götürüləcək. Biriləri meymun kimi alladır, ora qaçırarladır, bunu deyir alladır, yalan-yalan vədlər mi verir? Biraz o insana da diqqət edin. Çünki axır vaxtlar sizin də inamınız ona qarşı itib, güvəniniz itib. Biraz da ona diqqət edin. Bəzilərinizin dileyi, yəni tələsməyin, biraz zamana buraxın. Diqqətinizə görə var olun, çox sağ olun. İkinci fincan. İkinci fincanın niyyətini tutanlar üçün. Niyyətiniz həyata keçsin. Nə niyyət tutmusunuzsa, niyyətinizdən sevinəsiniz. İnşallah ki, arzularınız yerinə yetsin. Övladınız üçün tutmusunuz, övladınız üçün, özünüz üçün tutmusunuz, özünüzün karyerasınız üçün. Nə tutmusunuzsa üzünüz gülsün, niyyətləriniz həyata keçsin əzizlərim. Bu ikinci fincanın niyyətini tutanlar biraz qarma-qarışıqdır həyatınızda. Biraz qarma-qarışıqlıq var. Lakin çevrəndən biriləri bax, sizə dəstək olaraq huzur verir. Lakin hər şeyi kontrol altında tutmağı sevir. Bax, birilərinin yüksək güclü biriləri var ki, elə bir ki, öz iç dünyasına elə bir heç kimi buraxmayan biriləridir.
keçmişə dair, keçmişə baxaraq, elə bir hər bir şeydən uzaqlaşaraq, sakitlikdə duraraq, özünü bir boşluqda hiss edir elə bir. Lakin özünə axır vaxtlar biraz güc toplayaraq, güvənərək, düzdür, içindəki acıları bağlaya biləcək. Bax, aranızda biriləri xəyanətə uğramış ola bilər, öz sevdiklərini heç kim incitmək istəmir, biraz duyğusallıq var içində. Adında A hərfi, L hərfi, İ hərfi, O hərfi, Y hərfi biraz sizi elə bir sıxıntı verə bilər. Bax, həyat yoldaşın ailəlisənsə, həyat yoldaşın tərəfindən baldızındır, eltindir, qaynanandır, ya birilərlə elə bir aranızda bir sayğı bitmiş, bir soyuqluq var. Həzm edə bilmədikləriniz var. Biriləri maddiyyatla əlaqəli, yəni sizdən qopmaq istəmir, istifadəçidirmi və ya siz aranı bitirmək istəyirsiniz, amma maddiyata görə, sizin maddiyatınız olduğuna görə sizdən uzaqlaşmaq istəmir. Peşmançılıqlar həyatınızda var. Keçmiş travmalar, keçmişdə keçirdiyiniz bəzi travmalar var ki, düşünürsünüz. 5 ayamı, 5 həftəyimi bir sevgi həyatınızda bir evliliyə doğru dəqiqlik ola biləcək. Huzursuz olmayacaqsınız. Biriləri arxanızcan oyun oynamaq istəyəcək, bunun fərqində ola biləcəksiniz. Sevincli xəbərlər gələcək, ailəvi məsələlər, iş məsələləri sizi çox yormuş. Beynin rahatlaşacaq, yorğunluğu atırsınız. Bir şeyin ötəsindən gələcəksiniz. Hərdən qara-qara düşüncələriniz olur. S hərfi, Ş hərfi böyük bir yatırım etmiş, dəstək ala bilər. Hətta bəlkə də sizin özünüzə dəstək ola bilər. Əlindən çıxan çox şeylər oldu sizin. Kiçik balaca, yəni siz üçün kiçik ev deyərdim. Kiçik evdən böyük bir evə köç edə biləcəksiniz. Biraz həyəcan yaşaya bilərsiniz bir ayın içində. Hərdən evdəkilərin biriləri və ya özünüz birdən xəstələnərəm, biraz panik ataklıq var sizdə. Sizin üzərinizdə titrəyən bəzi insanlar da var sizi itirməmək üçün. Biriləri gəlir gələn insan, biriləri hesab kitab apara biləcək, ailənlə ortaq məxrəcə gələrək qərarlar vermək istəyəcəksiniz. Belə tək qərar verə bilmirsiniz. Sizi bir yerə çağıracaqlar. Sevdiyin insanlarla yəni o sevdiyin insanlarla olacaqsınız. Bax, bir yerə sizi dəvət edirlər, amma getmək istəmirsiniz. Niyə? Çünki orada sevmədiyiniz insanlar var. Gedib getməmək sizdə nasıl ola biləcək əzizim? Qayğılarınızı yavaş-yavaş bitirəcəksiniz. Çalışın, zikirlər deyin. Ya Muni, Ya Qani, Ya Rəzzaq, Ya Fəttah, Ya Malik, Ya Malik, Ya Mülk. Tez-tez bu zikirləri deyin, ikinci fincanı seçənlər. Biriləri sizi unutmaq istəyir, unuda bilmir. Sizi çox sevmiş, səssiz qalsa da sizi çox sevdiyini bildirə bilmir. Amma indi anlayır ki, sizdən uzaqlaşandan sonra. Düzdür, bəlkə də əsəbi, dili acı olmuş sizə qarşı. Bəlkə də həyatınızı qaraltmış, getmiş. Lakin onu düşünmədi ki, Allahdan gələn hesab var. Onu, yəni düşünə bilmədi dərindən. Çox yoruldunuz həyatınızda, nə qədər ağırlıqlar, çətinliklər çəkdiniz. Bəzi yaxşı insanlar var ki, doğrudan da yaxşı insanlar deyir ki, niyə mənim üçün bəla gəlir, ay Allah? Niyə mən hələ, necə deyirlər, düşürəm çətinliklərə? Onu bilirsiniz ki, doğrudan da bəzən yaxşı insanlara bəla gələr, bəzən pis insanlara Allah elə belə başına buraxar. Buraxar ki, get dünyanı verdim sənə, neymətləri verdim sənə. O neymətləri o pis insana verir ki, başını qatır. Ona görə əzizim, düzdür, əziyyət çəkirsiniz. Çıxır fincanda bəziləriniz əziyyət çəkirsiniz. Çətinlikləriniz var, hiss edirəm bunu. Amma yenə də deməyin, yəni üsyan qaldırmayın. Yəni Allaha güvənərək, inanaraq addımlar atın. Heç kəsə də baxmayın. Hər kəsin öz ruhusu, öz qabağına, öz necə deyərlər,
Düzdür, insan baxır hərdən deyirsən ki, doğrudan da o pis insandır, yaxşı insan deyil, amma varına gör onun hər şeyi nəyə əl atır, əli hər şeyə çatır. Hər şeyin zamanı var. Zamanı gözləyin əzizlərim. Allah bəzilərinə dünyanı belə verir. Ye, iç, yaşa, sıxıntı vermir ki, o sıxıntıya layiq deyil o insan. Kim necə baxarsa eləcə də görər həyatını. Yəni mənim xatam, səhvim, illərimi, dəyərimi yanlış insanlara sərf etdim fikirləşirsiniz. 30-35 yaşlarında biriləri içində sirri var, çox darıxır, sıxıntıları var, heç kəsə danışa bilmir, dərdini bölüşə bilmir. Lakin sizə özünə yaxın bilərək danışa bilər. Yeni yoldasınız, dəyişiklik, böyük bir dəyişiklik edəcəksiniz, xeyrinizə ola biləcək. Təcrübələrinizlə dəyişiklik edəcəksiniz. Çox önəmlidir bəzi dəyişikliklər sizə. Zaman arada bəzilərinizin başı ağrıya bilər. Amma bu baş ağrılarına boşa buraxmayın, həkimə müraciət edin. Bir işə başlaya bilərsiniz, gözəl gəlişmələriniz ola biləcək. Göz yaşlarınız olmuş, onları kənara qoyursunuz. Çox vaxt nəzərə gəlirsiniz. Nəzər nəfis olur siz üçün. Nas, Fələk, Ayətəl Kürsünü oxuyun əzizlərim. Biriləri sevgisini gizlədir sizdən, onu öyrənəcəksiniz. Çox böyük bir sevgi ola biləcək. Taleyin yolları, qapıları açılır üzünüzə. Sevinəcəksiniz, qəşəng ruzu gələcək sizə. Biraz belə zamana buraxın, ruzular gələcək yavaş-yavaş, qapılar açılacaq. Övladınızla sevinəcəksiniz, ya qəbul ola biləcək, ya diplom əlinə alır, ya sertifikat alaraq sevinəcəksiniz övladınızla. Biriləri dil öyrənir, bəlkə də özünüz dil öyrənərək gələcəyini düşünürsünüz bir yerə qoymaq üçün. Övladınızla da sevinəcəksiniz əzizlərim. Bir də ki, bir rəhmətə gedəniniz olub yaxınlarda, Allah o dünyasını versin, kimə deyirəm, kimə şamildirsə bilir. Onun elə bir ruhu biraz ocağınızda sıxıntılar var, özünüzdə də bəzi sıxıntılar var. Bəzən yuxularda görürsünüz tez-tez. Çalışın adına yasını oxutdurun, evdə xörək bişirəndə onun adına bir çimdik duz atın əzizim. Bir də gedin məzarlıqda ziyarət edin onu. Bəzi dedikodular eşidə bilərsiniz. Yəni boş verin. Eşitdiklərinizə də boş verin əzizlərim. Arxasınca düşməyin. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə də çox sağ olun əzizlərim.